Onluq say sistemində olan ədədi ikili say sisteminə necə keçirdim? Götürürəm məsələn 13. Bu onluq say sistemindədir. Mən bunu keçirdirəm ikili say sisteminə. Bu zaman 2-yə bölə-bölə qeydəcəm. 13-də 2 6 dəfə 12 qalıq 1. Buraya yazdım 1-i. Daha sonra 6-nı da yenə 2-yə böləcəm. Neçə dəfədir? 3 dəfə 6 qalıq 0. 3-də 2 neçə dəfədir? Bir dəfə 2 qalıq 1. Ədədi, yəni burada 2 olsaydı 2-ni də böləcəkdim 2-yə. Yəni son bölünməyən ədədə qədər 1 olana qədər, yəni özündən kiçik olana qədər, bir vahid özündən kiçik olana qədər gedirik. Və sonda bunları 1-i, 0, 1-i bu istiqamətdə düzürəm. Yəni buradan başlayıram bu hissədən. Bu hissədən başlayıram, düzürəm. 1, 1, 0, 1. Yəni onluq say sistemində olan 13 ədədi mənə 1, 1, 0, 1 ədədini ikili say sistemində vermiş oldu. İndi məsələn, gəlin 8-lik say sistemində onluqdan 8-ə keçid eləyək. Məsələn, 21 ədədi götürürəm. 21 onluqdadır. Mən bunu 8-ə bölə-bölə gedəcəm. 21-də 8, 2 dəfə. 16, 5. Baxın, artıq burada 2 qaldı, yəni özündən kiçikdir. Mən axırıncı qalmış rəqəmi də götürürəm. 2, 5. Bu olacaq 2, 5, 8-lik say sistemində. Daha sonra gəlin onluqdan 16-lığa keçək. Məsələn, götürürəm 37. 37 ədədini bölürəm 16-ya. Bu zaman neçə dəfədir? 2 dəfə 32 nə elədi? 5. 2, 5. Bu formada, yəni 16-lıq ədədim alındı. Yəni onluqda olan ədədi mən keçdiyim say sisteminə bölə-bölə gedirəm. Və alınmış ədədləri, qalıqları və axırıncı rəqəmi əvvəldən, yəni sondan əvvələ doğru düzmüş olduq. 2 birinci yazıldı, 5 daha sonra yazıldı.